Salam müəllimlər. Deməli, nəhayət Naxçıvan sertifikasiya suallarının izahına gəlib çatdıq. Deyəcəksiniz ki, indiyə Naxçıvan mı qalar, ya Naxçıvan sualları mı qalar? Həqiqətən PDF hazır, suallar hazır. Kanalımda da, Telegram kanalımda da paylaşmışdım. Əvvəl də paylaşmışdım. Dünən yenidən də atdım qrupa bir-iki düzəliş edərək. Amma bir məsələ var idi ki, PDF-in izahını çəkməyi unutmuşdum. Ona görə də bugün həmin o çatışmayan hissəni tamamlayırıq. Gəlin Naxçıvan suallarının birinci riyaziyyat suallarına baxaq. Azərbaycan dili sualları da var içində. Yəni hər ikisini yazmışam əslində. Baxın, belə baxsanız, həm burada Azərbaycan dilindən suallar var. Cavabları da testin sonunda qeyd eləmişəm. Baxın, gördüyünüz kimi burada Azərbaycan dili. Burada isə baxın, burada isə riyaziyyatın suallarını, əslində burada açıq suallardır, variantlar yazmamışam. Amma hər bir sualın cavablarını 16 riyaziyyat, hardasa 16 səhv eləmirəmsə Azərbaycan dili sualıdır. Hər birinin də cavabları PDF-in, yəni riyaziyyat hissəsinin aşağısında var, Azərbaycan dili hissəsinin aşağısında var. Bugün paylaşmaq istədim, bugün dedim izahını çəkim paylaşım. Gəlin birinci sualda, yəni riyaziyyatdan birinci sualda görək bizdən nə istəyir. Deməli, şəkildə radiuslara eyni olan çevrələr verilib. DM parçası 8 cm olarsa, AD parçası BC parçasından neçə santimetr çoxdur? Fikir versəniz əgər, deyir ki, DM parçası 8 cm-dir. Hansıdır DM parçası? Bax, bu hissədən bu hissəyə DM parçasıdır. Bu zaman DM parçası həm də bu dairənin, belə deyim, bu dairənin nə idi? DM parçası diametridir. Diametrdə bizə məlumdur ki, 8 cm-dir. Əgər diametr 8 cm-dirsə, bu dairələrin radiusları 4 cm-ə bərabər olacaq. İndi belə bir xırda məqam var burada. Burada radiusları eyni olan deyir. Deməli, bütün, yəni AB, BC, CD, DE, LM radiusları hər biri 4 cm-ə bərabərdir. O zaman AD parçası, yəni AD parçası bu hissədən bu hissəyə, bu parça BC parçasına neçə santimetr çoxdur deyir. AD parçası hər biri 4 olarsa, bax bu da 4-dür, bu da 4-dür, 4, 4, 4. Buradan bura qədər olan hissə 3 dənə 4 var, yəni 3-ü vurdum 4-ə 12. 12 santimetr. Yaxşı. BC parçası neçədir? BC parçası ilə buradan da göründüyü kimi 4-ə bərabərdir. Elə 12-dən də 4 çıxıram. Deməli, 8 cm bizim doğru cavabımızdır. Birinci sualımızın cavabı 8 cm-ə bərabərdir. İkinci suala baxırıq. Deyir ki, aralarındakı məsafə 420 km olan iki məntəqədən qarşı-qarşıya iki avtomobil yola düşdü və 3 saat sonra görüşdülər. Avtomobillərdən birinin sürəti 56 km/s olarsa, görüşənə qədər biri digərindən neçə kilometr çox yol getmişdir. Deməli, V1-imiz neçədir bizim? V1-imiz 56-dır. 56. V2-miz məlum deyil, bilmirəm. T, yəni zaman 3-dür. S də ümumi yolda 420-dir. İndi bunu da, əgər düsturumuzu biliriksə, yerinə qoyuruq, tətbiq edirik. Deməli, qarşı-qarşıya sürət olanda, qarşı-qarşıyada bir də əks istiqamətli sürət olanda toplanırdı, eyni istiqamətlə çıxılırdı. İndi burada da qarşı-qarşıya olduğu üçün 56 ilə nəyi toplayıram? 56 üstə gələnsin x-i toplayıram, çünki ikinci avtomobilin sürəti məlum deyil. Vururam zamanla 3-ə, bərabər olur s-mə, yəni 420-yə. 420-yə bərabərdirsə, 56-nın üzərinə x gəlirəm, bərabərdir. 420-ni bu 3-ə bölürəm. 140-a bərabər olur. Buradan da x-in qiyməti 84. Deməli, bu misalda, bu məsələdə bizə deyir ki, görüşənə qədər biri digərindən neçə kilometr çox yol getmişdir. Bizdən x-i soruşmur. Bizə deyir ki, hər birinin sürətini tap, yəni biri verilib zaten, digərinin sürətini tap və biri digərindən neçə kilometr çox yol getdiyini tap. Baxıram, birinin sürəti 56-dır və 3 saat yol gedib, 18 bir yadda, 3, 5, 15, 1 deyək də 16, 168 kilometr yol gedib. Digərinin sürəti 84-dür, bu da 3 saat yol gedib, 12 bir yadda, 3, 8, 24, 1 deyək də 25 kilometr. Deməli, biri 252 kilometr yol gedib, biri 168 kilometr yol gedib. Ona görə də 252-dən 168-ini çıxırıq.
12-dən 8 4, 14-dən 6 8, 1-dən 1-dən heç nə qalmadı 84. Cavabımız elə oldu 84-ə bərabər. Sonra 3-cü suala baxırıq. 3-cü sualda deyir ki, bu ədəddə deyir neçə minlik var. Minliklərin sayını tapmaq üçün nə edirdik? Minliklərin sayı, sıfırların sayı qədər ədəd silirdik. Mində 3 sıfır olduğuna görə buradan da 3 sıfır silirik. Cavabımız olur 465 ədəd minlik varmış səndəmə burada. 4-cü sual. Bir kvadratın sahəsi 144 sm kvadratdır. Perimetri bu kvadratın perimetrinə bərabər olan düzbucaqlının eni 5 sm-dir. Düzbucaqlının sahəsini istəyir bizdən. Əgər kvadratın sahəsi 144-dürsə, biz xatırlayaq ki, belə deyək də, kök altda 144-dən neçə çıxır? Yəni, neçəni neçəyə eyni anda vursaq, 144 verər, bizə 12. Yəni, 12-ni 12-yə vuranda 144 verir. Deməli, kvadratın tərəfi 12-dir. Sonra deyir ki, perimetri bu kvadratın perimetri. Aha, bizə perimetr də lazımdır. Əgər kvadratın tərəfi 12-dirsə, bunun perimetri 48-ə bərabər olacaq. Sonra belə bir düzbucaqlımız var. Deyir, kvadratın perimetrinə bərabər olan düzbucaqlı. Bunun da perimetri 48-dir. Hər ikisinin perimetri 48-ə də bərabərdir. Bu düzbucaqlının eni 5-dir, uzunluğu bizə lazımdır. Daha sonra uzunluğunu tapandan sonra sahəsini tapmış olacaq. Deməli, əgər perimetrin enini veribsə, uzunluğu necə tapırdıq? 5 üstə gəlinsin x, vurulsun 2 bərabərdir 48. 5 üstə gəlsin x bərabərdir 48-i 2-yə böldüm 24, x-in də qiyməti 19. Daha hansı yolla taparıq? Yəni 5-i burada 10, 48-dən 10 çıxıram. Enlərinin cəmini çıxıram, bölürəm 2-yə. Çünki uzunluğu 2-dən nədir də bərabərdir. 48-dən 10 çıxdım, 38, 2-yə böldüm 19. Aşağı sinif qaydası budur, yuxarı sinif qaydası budur. Hər ikisi də əslində rahat qaydadır. Amma yəni elə müəllim var, elə şagird bunu başa düşür, eləsi var ki, bunu başa düşür. Fərqi yoxdur. Hansısa rahatdır, ondan istifadə edə bilərsiniz. İndi bu düzbucaqlının da uzunluğu 19 imiş səninlə. Məndən sahəsini istəyir. Sahəsini istədiyinə görə S bərabərdir 19 vurulsun 5. 45 4 yadda, bu da 9. 9 5-in 45 4 yadda, 5 birim 5 4 yadda 9. Cavabım oldu 95 santimetrin kvadratı. Deməli, 4-cü sualımız da belə getdi. 5-ci sualımıza baxırıq. 5-ci sualda deyir ki, Rəsul Məryəmdən 7 yaş böyükdür. 5 ildən sonra onların yaşlarının cəmi 29 olacaq. Rəsul deyir Məryəmdən 7 yaş böyükdür. Bura Rəsul, bura Məryəm yazaq. Rəsul böyükdür də Məryəmdən. Ona görə Məryəmə x yazıram, Rəsula x bölüs 7 yazıram. 5 il sonra onların yaşlarının cəmi 29 olacaqsa, mən belə də yaza bilərəm. Hər ikisinin üzərinə 5 il əlavə edib 29-a da bərabərləyə bilərəm. Və yaxud da 5 il sonra cəmi 29-dursa, hazırki yaşlarının cəmi neçədir? Təbii ki, 29-dan neçə çıxacaq? O 5 deyənlər, yəqin ya Rəsulu, ya Məryəmin birini nəzərə almırlar. Ona görə 10 çıxacaq. Çünki əgər Rəsul 5 il sonra böyüyürsə, 5 yaş böyüyürsə, Məryəm də 5 yaş böyüyəcək. İkisinin yaşlarının cəmi 5 il içərisində 10 yaş artmış olacaq. Ona görə 29-dan 10 çıxıram 19. 19 hazırki yaşlarının cəmidir. İndi buradan 2x plus 7 bərabər 19. 2x-in qiyməti 12-yə bərabərdir. X-in də qiyməti 6. 12-ni hardan aldım? 19-dan 7 çıxdım 12. 12-ni 2-yə böldüm 6. İndi Rəsulun 2 yaşını istəyir. Rəsul Məryəmdən 7 yaş böyük olduğu üçün 13 bizim doğru cavabımızdır. Rəsulun 2 yaşı neçədir? 13-ə bərabərdir. Daha sonra 6-cı suala baxırıq. Həmin bu ifadədə qalığı tapın deyir. Elə 37-nin içində 7 neçə dəfə ola bilər sizcə? 5 dəfə. 5, 7, 35. Qalıqda isə 2 qalmış olur. 6-cı sualda cavabımız 2 olacaq. Deyir, 7-ci sualda deyir ki, 5, 4, 0, 3, 2 rəqəmlərindən yaranan ən böyük tək ədədin onluq mərtəbəsində neçə vahidi var? Bax, 5, 4, 0, 3, 2. Bu rəqəmlərdən yaranan bir dənə ədəd var və bu ədəd tək ədəddir. Tək ədəd olduğunu da mən
Hardan biləcəyim? Sonunda tək rəqəmlər olsun da, yəni 1, 3, 5, 7, 9 hər hansı bunlardan biri olanda ədədimiz olur tək ədəd. Ona görə də burada tək rəqəm 5 ilə 3-dür. Ya bu 5-i saxlayacağam ədədin sonuna, ya da 3-ü. Mənə də ən böyük hissədə 3-ün 5-i birinci işlədirəm, sonra 4-ü, sonra 2-ni, sonra 0-ı, sonra 3-ü. Niyə görə? Çünki ya 2 ya 0 yazsaydım cüt olardı. Amma 3'ü yazdım ki ədədim tək olsun. Deyir bu ədədin onluq mərtəbəsinin neçə vahidi var? Təklik onluq. Onluq mərtəbəsinin 0 vahidi var. Cavabımız oldu 0-a bərabər. 8-ci sual. Uzunluğu 8, eni 5 metr olan düzbucaqlının perimetri neçədir? Sadə bir sualdır. P bərabərdir. 2 vurulsun. 2-ni də niyə vururuq? Düsturumuzda 2 nəyi bildirir? Enindən də uzunluğundan da 2 dənə olduğunu bildirir. 2 vurulsun. 8-in üstünə 5 gəldim. 13. Perimetri 26 santimetrə bərabər oldu. Cavabımız oldu 26-ya bərabər. 9-cu sual. Deməli, 9-cu sualda deyir, 2 ədədi 3 manat 80 qəpik olan şirniyyat və ədədi 1 manat 50 qəpik olan kökənin hər birindən 5 ədəd alındı. Deməli, 2 ədədi 3.80-dirsə, 1 ədədinin qiymətini tapırıq. 3.80-i bölürəm 2-yə, 1 manat 90 qəpik elədir. 1 manat 90 qəpik bir dənə şirniyyatdır və 5 dənə alıblar. O zaman 1.90-ı vururam 5-ə, 5 0-ın 0, 5 9-un 45, 4 yadda, 5 1-in 5, 4 yadda 9. 9 manat 50 qəpik şirniyyata veriblər. Sonra bir ədədi 1 manat 50 qəpik olan kökə. Onu da 5 dənə alıblar. 1 manat 50 qəpikdən 5 dənə alıblar kökədən. 5 0-ın 0, 5 5-in 25, 2 yadda, burada da 7. 7 manat 50 qəpikdə kökəyə veriblər. Düzdürmü? Yaxşı, alıcının 7 manat 20 qəpik pulu qalıbsa, gəl görək, satıcıya nə qədər pul verib ki, hələ cibində 7-20'si də qalıb. 0, 0, bir yadda, 16, bir də yadda 17. 17 manat pul verib, əlavə olaraq da 17 manat pul verib. Əlavə olaraq da 7 manat 20 qəpik də cibində qalıb. Deməli, alıcının 24 manat 20 qəpik pulu var imiş ki, bunun 17 manatını 5 kökə 5 şirniyyata verib, əlavə olaraq cibində 7 manat 20 qəpik qalıb, ümumilikdə 24 manat 20 qəpik pulu var imiş səndə. 10-cu sual. Ehtimal məsələsidir. 10-cu sualda deyir, torbada 8 qara, 5 sarı şar var. Torbada bir qara şar çıxardıb kənara qoydular. Növbəti dəfə torbadan qara şarın çıxma ehtimalını kəsrlə ifadə edin. Kəsrlə ifadə edək. Hal-hazırki ehtimal. Məsələn, torbada ümumilikdə 8 və 5, 13 yazırıq məxrəcə və qara şarı istədiyinə görə və bir qaranı da çıxartdıqlarına görə hələ çıxartmamışdan 8, 5, qara şarın çıxma ehtimalı 13-dən 8 idi. Amma bir qaranı çıxartdılar. Sonradan ümumi torbada olan şarların sayı 8-5 yox, 7-5 oldu. Yəni 12 və bir qara çıxartdığına görə 8 qara yox, 7 qara oldu. Deməli, növbəti dəfə torbadan qara şarın çıxma ehtimalı 12-də 7-yə bərabər olacaq. Cavabımız oldu 12-də 7. Kəsrlə ifadə edəndə də əgər ixtisar getmirsə ilə 12-də 7 olaraq yazılır. Bölünən 26 bölən 4 olarsa qalıq neçədir? Bayaqki sualım sadəcə hərflə yazılmış şəklidir. 26-nı 4-ə böldüm. 6 qalıq 2-yə bərabər oldu. 6 4-ün 24 edir çünki. Sonra ədədlərin hansılarını yüzlüklərə qədər yuvarlaqlaşdırsaq ədəd artar. Yuvarlaqlaşdırsaq əgər bunu bura yox. Yüzlüklərə qədər yuvarlaqlaşdırsaq əgər 3-ə baxırıq. 3-ün yanındakı 4-ə baxdıq. Əgər 3-ün yanındakı 4 5 və 5-dən böyük ədədlərdirsə 1 vahid 3 artacaq. Yox, 5-dən balaca ədədlərdirsə, yəni zəif rəqəmlərdirsə olduğu kimi qalacaq, qalanları sıfıra çevriləcək. Bu ədəd olacaq 300. Bu ədəd olacaq 4. Bax, yüzlüklər bulardır da. 4-ün yanında 5-dir. Deməli, ədədimizi 1 vahid artırdı. 500 oldu. Burada 700 olacaq. Çünki 2 zəifdir. Burada da 2 yenə zəifdir. İkinci 2. Burada da 200 oldu. Digəri də isə burada 900 oldu. Deməli, ədədlərin hansı artar deyirsə, hansını yuvarlaqlaşdırsaq ədəd artar? 457 bizim doğru cavabımız olacaq.
13-cü sual. Ata saat 17:50-də evdən çıxdı. 8 saat işlədikdən sonra evə qayıtdı. İşə gedib gəlməyə 50 dəqiqə vaxt sərf etdi. Ata saat neçədə evə gəldi? Ata 17:50-də evdən çıxır. 8 saat işləyir. Saatı saatın üzərinə yazırıq ki, saatı saatın altında yazdıq. Ona görə dəqiqənin altında heç nə olmadığı üçün 50 dəqiqə belə gəlir. 17-nin də üzərinə 8 gəlirik. 25'e beraber olur. İndi bizim elektron saatlarda 25 olmadığına görə ümumi saat vaxtı 24:00-a qədərdir də. Ona görə 25:50-dən 24:00 çıxıram. Cavab olur 1:50. 25'dir, 1:50. İndi işə gedib gəlməyə əlavə olaraq 50 dəqiqə vaxt sərf edib. Getməyə 50 dəqiqə yox, həm gedib, həm gəlmək. Yəni 25 dəqiqə getdi, 25 dəqiqə qayıtdı. Ona görə 50-nin də üzərinə gəlirəm. Olur 1:100. Və 1:100-ü də buradakı 100 dəqiqəni də saata çevirsək, 100 dəqiqənin içində bir dənə 1 saat var da. Yəni buradakı 60 dəqiqəni verirəm 1-ə 2 saat. Burada da 100-dən 60-ını çıxdım 40, 2:40. Deməli ata saat neçədə evə gəldi? 2:40-da evə gəlmiş olacaq. Cavabımız oldu 2:40-a bərabər. 14-cü sual. 14-cü sualda deyir ki, 14-cü suala deyir, sürəti 16 km/saat olan kater. Deməli katerin sürəti 16-dır. Çayın sürəti bir axın ilə var, bir də axına qarşı sürət var. Deməli sürəti 16 km/saat olan kater axın ilə 4 saat, axına qarşı 5 saat getmişdir. Çayın sürəti 4'dür. Çayın əgər sürəti 4'dürsə, axın ilə olanda toplanılır, axına qarşı olanda çıxılır. Yəni 16-ın üstünə 4 gəldim 20, 16-dan 4 çıxdım, neçə elədi? 12'ye bərabər etmiş oldu. Əgər axın ilə 4 saat hərəkət edibsə 4'ə vururuq 80, axına qarşı 5 saat hərəkət edibsə 5'ə vururuq, yəni 12'ni 5'ə vururuq 60. Ümumilikdə deyir yolun uzunluğunu tapın. 80 ilə də 60'ı topladıq, 140'a bərabər oldu. Cavabımız oldu 140 kilometr. 15-ci suala baxırıq, deyir Anar Muraddan 6 yaş böyükdür. Muradın 33 yaşı varsa, Anarın yaşının 3/2 hissəsini tapın. Deməli, Anar, bir də Murad var. Anar Muraddan 6 yaş böyükdür. Muradın 33'dür. Muradın 33'dürsə, Anarın 6 yaş böyük 39'a bərabər olacaq. Əgər Anarın 39 yaşı varsa, 39'un 3'dən 2'si, bunlar gedir, burada qalır 13. 13'ü də 2'yə vururam 26. Cavabımız oldu 26. Anarın yaşının 3/2 hissəsi 26'ya bərabərdir. Daha sonra 16-cı və riyaziyyatla əlaqəli sonuncu sualımızdır. Deyir 3/1 kilometr, üstə gəlsin 5/3 kilometr, üstə gəlsin 150 desimetr neçə metrə bərabərdir? Hər birini metrlə ifadə etsək, bizim uzunluq vahidlərimizdə ən balaca vahidimiz millimetr idi. Sonraki santimetr, desimetr, metr, bir də ən böyük uzunluq vahidi kilometr idi. Bunların hər birinin arasında 10 dəfə fərq olduğuna görə təkcə metr və kilometr arasında 1000 fərq var da. Bu zaman 3'də 1,3 kilometrin 1300 metrə bərabər olacaq. 1000'ə vuranda 1300 metr edir. Üzərinə gəlirəm. 5/3 kilometr, 1 kilometrin 1000 metrdir və 1000'in 5/3'ü, 1000'i 5'ə böldüm 200, 3'ə vurdum 600. 600 və üzərinə də gəlirəm 150 desimetr. Desimetrdən metrə keçmək üçün 10'a bölməliyəm. Çünki 10 dəfə fərq var. 10 dəfə desimetr metrdən kiçik anlayışdır. 150'ni 10'a böldüm 15. Burada da toplasam əgər 5, 1, 3 ilə 6, 9, 1. 1915 metrə bərabər olacaq. Belə əziz müəllimlər, növbəti sertifikasiya suallarının izahında görüşənə qədər sağ olun.